Salam rəyamla Abşeron kanalının izləyiciləri, əziz müştərilərimiz Qurtuluş Yaşayış kompleksində şəhərciyin tam mərkəzində 3 otaqlı yeni bir gözəl mənzilimizlə sizi tanış edirəm. Bina 6 mərtəbəlidir, mənzil isə 2-ci mərtəbəsində yerləşir. Mənzildə gördüyünüz bütün əşyalarımız qalır. Həqiqətən mənzil göründüyü kimi yüksək səviyyədə təmir olunub, zövqlə təmir olunub. Yəni deməyə ehtiyac yoxdur, özünüz də videodan görəcəksiniz inşallah. Deməli, bu giriş qapımızdır. Giriş qapıdan girən kimi sanitar qovşaqlarımız ayrı-ayrıdır. Bu bir sanitar qovşağıdır, ikinci sanitar qovşağıdır. Qonaq otağımızı sizə göstərdim. Düz mətbəxdir, bu qapı yataq otağıdır, o biri də yataq otağıdır. İndi isə keçirik. Mətbəximizə bu mətbəximizdir. Mənzilimiz həqiqətən göründüyü kimi yüksək səviyyədə təmir olunub, parka baxan mənzildir. Mətbəximizdən balkonumuz var, balkonda plastiklə bağlanıb. Şkaf yığılıb, göründüyü kimi parkımızdır. Məktəblə bağçanın ara məsafəsi, mənzili bağça, məktəb ara məsafəsi 60-70 metr olar. Marşrut dayanacağıyla da ara məsafəsi 60-70 metr olar. Giriş qapımız dəyişilib, seyf qapı oyulub, qapıdan girən kimi paltar şkafımız yığılıb boydan boya. Sanitar qovşağımız bu bir sanitar qovşağıdır. Mənzilimizin suyu işığı, mərkəzləşmiş istilik sistemi, sənədlərimiz tam qaydasındadır. Qubça var. Qubça hal-hazırda əlimizdədir. Sanitar qovşağımız. İndi isə keçirik yataq otaqlarımıza. Bu bir yataq otağıdır. Yataq otağında da gördüyünüz bütün əşyalar qalacaq. Böyük paltar şkafımız, taxtımız, termomuz, yanında tumbaları. Əziz müştərilərimiz, həqiqətən mənzilimiz göründüyü kimidir. İndi isə keçirik uşaq otağına. Bu ikinci yataq otağımız, ikinci yataq otağımız da uşaqlar üçün nəzərdə tutulub. Yataq otağında gördüyünüz bütün əşyalarımız qalacaq. Pəncərəsi də balkona açılır. Kanalımıza abunə olun ki, növbəti mənzillərimizi görə biləsiniz. Sağ olun.